Değerli izləyicilərimiz, xoş gördük sizləri. Mən bu gün sizi Ağdam rayonu Fındırsan ərazi nümayəndəliyinin Kalbasöyünü kəndindən salamlayıram. Və bu gün mən sizin nəzərinizə bir məsələni çatdıracağım değerli izləyicilərimiz. Deməli, Ağdam rayonu Fındırsan ərazi nümayəndəliyinin Kalbasöyünü kəndində sizi hal-hazırda çox gözəl bir evlə tanış edəcəm. Ərazisi 30 sot olan əhləmizin içində yerləşən heyvandarlıq üçün çox gözəl ictimai bir qurşaqla da sizi tanış edəcəm değerli izləyicilərimiz. Hal-hazırda keçək məhəlləmizdən tanış olun. Və gördüyünüz kimi değerli izləyicilərimiz, məhəlləmizin içinə daxil olmamışdan əvvəl Fındırsan Quzanlı magistral trası ilə və bu evimizin məsafəsi 400 metr. Hal-hazırda daxil olaq məhəlləmizə və gördüyünüz kimi değerli izləyicilərimiz qapıdan içəri daxil olarkən belə bir mini əl evi var və evimizin sanitar qovşağın içəni var və daxil oluruq məhəlləmizin içindəki olan tikililərə. Və gördüyünüz kimi değerli izləyicilərimiz belə bir tikili var. Həyətdə toyuq, qaz, sümüşqa saxlamaq üçün nəzərdə tutulub və burada da bir gözü var. Balaca cücələrimiz də var. Taya yığmaq üçün ot çardağı da var və qarşısında belə bir böyük ictimai var. Daxil oluruq ictimainin içinə. 20'nin 10'a belə bir ictimai qurşaq var. Hal-hazırda gördüyünüz kimi içəridə heyvanlar da var. Hal-hazırda fəaliyyətdədir. Bunlar hamısı bizim məhəlləmizin içində yerləşir. Qapıda 3 cür bedana ağacı var. Və daxil oluruq həyətimizə. Gördüyünüz kimi çox böyük, gözəl həyəti var. Değerli izləyicilərimiz, yaxşı meyvə ağaçları da var. Çox irəli getmirəm değerli izləyicilərimiz. Hal-hazırda məhəlləmizin axırı qoyunlar olan yerə qədərdir. Çox gen plan çəkirəm ki, değerli izləyicilərimiz, alan insan özü ətraflı videonu izləyəndə baxacaq, biləcək hara-haradır. 30 sotun içində yerləşir bu ərazimiz gördüyünüz kimi. Evin içine daxil olmamışdan əvvəl sizin nəzərinizə bir məsələni çatdım değerli izləyicilər. Gördüyünüz kimi evimizin qarşısında çox gözəl bir böyük çardağı var və daxil oluruq evimizin içinə. Və gördüyünüz kimi 4 pilləkən qalxdıqdan sonra daxil oluruq foyemizə. Gördüyünüz kimi və foyemizə daxil olduqdan sonra sağ hissədə bu cür sanitar qovşaq var. Və sanitar qovşağı tərk elədikdən sonra yenə sağımızda əlavə bir dənə belə bir otaq var. Mətbəx kimi fəaliyyət göstərir. Və mətbəximizi tərk elədikdən sonra yenə sağ hissədə bu cür bir otaq var. Yataq